Salam əziz izləyicilərim, xoş gördük sizi Xatirənin mətbəxində. Mən bugün qəşəng, əti bol, tərəvəzi bol, quyruğu bol yemək hazırlayıram. Bunu elə bir yer olur ki, bölgə olur, haşlama deyir, ondan kələfur deyir, hər nə deyir, bilmirəm. Ancaq çox ləzzətli yeməkdir. Bunun adına nə istəyirsiniz deyə bilərsiniz. Kələfur da deyə bilərsiniz, haşlama da deyə bilərsiniz, buğlama da deyə bilərsiniz. Amma çox dadlı, çox ləzzətli qəşəng yemək alınır. Yəni onu quyruq, ondan ət də özü yağlıdır. Bu tərəvəzləri çox dadlı eləyir, ləzzətli eləyir, çox doyumlu. Ondan ləzzətli yeməkdir, yayın ən gözəl yeməkləridir. Yayın yeməyi bilirsiniz, ancaq budur, bibər, pomidor, ondan kartoflu, kartofsuz hər nəyə eləyirsən, çox ləzzətli olur. Qışın öz yeməyi var, yayın da yeməyi bol tərəvəzi yeməklərdir. Quyruğu qəşəng nazik-nazik doğradım, tavanın dibinə qoydum, düzdüm. Üstündən kartof, kartofun üstündən ətləri düzürəm qəşəng. Yəni ki, qat-qat. O kartof bilirsiniz nə qədər dadlı olur, quyruqla o ətin də yağı, dadı çıxır kartofa. Qəşəng əməlli başı bir baş da sarımsağı eləyirəm. Sarımsaq çox yaraşır bu yeməyə. Sonra bibər hazır doğrayıram belə fal-fal, bibəri, pomidoru, göyərtisin əlavə eləyirəm. Qəşəng bir tava yemək bişirirəm. Artımlı yeməkdir, çox doyumlu yeməkdir, çox dadlıdır. Hökman deyirsiz bu qədər eləyə bilərsiniz, biləsiniz, bu qədər eləyəsiniz, ailəyə görə eləyirsən. Yenə valla 5-6 tikələ ət olsa, 1-2-3 kusok da quyruq olsa, yəni hər öz ailəsinə dair bu yeməyi çox dadlı, ləzzətli hazırlaya bilər. Pomidor da fal-fal üzərindən elədim, yarım ədəd acı bibər əlavə elədim, reyhan, petruşka, ondan keşniş, süd, onları da qəşəng doğradım. Yeməyin üzərindən əlavə elədim. Bu göyərti də çox belə qəşəng dad, onun ətri, reyhanın ətri, cəfərinin ətri, keşnişin, südün çox yaraşır bu yeməyə. Yenə də istəyirsiniz kartof əlavə eləməyin. Bir də ərinmiş kərə yağı əlavə eləyirəm. Duzun, istiotun əlavə eləyirəm. Bir də elə bil ki, bir stəkan qaynar su əlavə eləyirəm. Yəni, nə ətin kəpi çıxmır, əti bir xeylən mən suda saxlayıram bu yeməkləri bişirəndə. Ətin kəpi çıxır suda, tərtəmiz olur. Qəşəng, təmiz yuyulur. Ona görə də ətin nə kəpi çıxmır, nə heç nəyə. Alça da atıram, alça da ona çox qəşəng dad verir. Göy alça. Yayda ümumiyyətlə belə yeməklərə alça çox yaraşır. Qəşəng özü üçün vamxodda bişir. Belə yeməkləri vamxodda qoyuram. Bax, görürsünüz, yağa düşənə qədər belə bişir. Əti də həlməl bişir, bütün tərəvəzlər də gözəl bişir. İnanın ki, ətin də, quyruğun da dadı kartofa çıxıb, o qədər dadlı idi kartofu. Amma yenə deyirəm, kartof istəsəz vurmayın, elə ətlə bu tərəvəzləri eləyə bilərsiniz. Çox dadlı, ləzzətli, ətirli yemək alındı. Yayın gözəl yeməkləridir, bunlar sirdağdır, ondan əcəb səndəldir, soyutmadır, buğlamadır, kələfurdur. İnşallah siz də bişirin, sağ olun, sağlıqla qalın.